Əgər siz də mənim kimi Gürcü səhər yeməklərini sevirsinizsə, mütləq Mamacan restoranına baş çəkməlisiniz. Mən artıq Gənclik filialına ikinci dəfədir ki gəlirəm və hər dəfə çox razı qalıram. Burada həm qiymətlər münasibdir, həm də xidmət yüksək səviyyədədir. Qeyd edim ki, servis haqqı alınmır. Məkanın interyeri isə çox fərqli və maraqlıdır. Divarlarda Gürcü mətbəxinə aid elementlər kreativ şəkildə dekor kimi istifadə olunub. Çay və çörəyi isə limitsiz təqdim olunur. Səhər yeməyi alma şirəsi ilə başladı. Daha sonra süfrəyə müxtəlif çeşidlər gətirildi. 2 növ pendir, kərə yağı, qaymaq, şokolad yağı, bal, pomidor xiyar, dilimlənmiş portağal, qara zeytun, çiyələk cemi və smetan. Ardınca isə isti yeməklər təqdim olundu. Bişmiş sosiska, qaynadılmış yumurta, pomidor yumurta və kükü. Daha sonra Gürcü mətbəxindən ən sevdiyim yeməklərdən biri olan çeburek gətirildi. Sonda isə süfrənin ən dadlısı acarulu xaçapuri təqdim olundu. Ümumilikdə 4 nəfərlik səhər yeməyi üçün 52 manat ödəniş etdik. Məkanın yuxarıda zalı ilə bərabər kabinetlər də mövcuddur.